İndiki zamanənin bəzi gəlinlərinə, rəfiqəmin dilindən. Dedilər mənə, ey gözəl bəxtəvər, gəlin alsan, bax, hər işin düzələr. Gəlin alsam, görəsən nə edəcək, iş güc ilə səni sevindirəcək. Görləsi inan bir işim yoxdur, gəlin gəldi, sonra bax, işin çoxdur. Gəlin gəldi, ağramayacaq canım, özüm ölüm, dövran edəcək qanın. Bundan sonra mətbəx olacaq yerin, nə qədər istəyirsən, orada sən deyin. Sən nə danışırsan, görərsən özün, lap mətəl qalacaq sənin bu gözün. Gəlin mənə pürrəngi çay verəcək, anacan nə istəyirsən o deyəcək. Umma şişərsən ay gözəl bəxtəvər, indiki gəlinlər yatmağa gələr. 11 olmayınca yuxudan durmaz, səs-küy salıb canım, danışmaq olmaz. Nə vaxt istəsə ayılar yuxudan, ayılanda deyər, oyağam çoxdan. Nə görərsə axşam deyər ərinə, hər günündə əlini qoyar belinə. Biş-düş edəndə deyər ki, bilmirəm, ancaq bilin qazan üzün yeyirəm. Boyat nədir, ömründə heç yemərəm, mermeyvəni, şirniyyatı sevənəm. Ay qız, laf sən qorxudursan bax məni, gəlin alsam bunlar olacaq yəni. Hazır ol günən bu dediklərimə, indidən bəxşiş et sevdiklərinə. Sonradan bax gec olacaq ay xanım, sənə qurban bu başı çəkmiş canım. Hələ telefonu demirəm, inan, gəlin gələn evə söz sorğuş yaman. Telefonla ev söhbəti edirlər, qaynananı özüm ölüm sevmirlər. Ağıl qoyur qaynananın başına, çoxlu qonaq çağırır o yaşına. İmkanın oldu olmadı bilmirəm, yoxsa gedib restoranda edirəm. Xoşlayırlar qızıl pul bəxşişləri, gedək deyəndə yoxdur heç işləri. Hər işlərin maşınlar bax həll edir, həftə sonu anası gilə gedir. Əsəbidir bax indiki gəlinlər, yol gedərkən əldə yemək yeyərlər. Haya, abır yoxdur heç üzlərində, hər nə desən oxunur gözlərində. Müxtəsərin deyim sənə düzünü, görəcəksən sən də gəlin üzünü. Bax qorxuram mən də gəlin almağa, bu başımı mən bəlaya salmağa. Öz-özümə deyirəm bu zamanda, bax yaxşılıq qalacaqdır dünyada. Zalim qaynana olmaqdan nə çıxar, gəlin gör götür edib ibrət tapar. Şəhla Günay. Çox gəlinlər görübdür, hər gəlinin üz gözündən öpübdür. Ay gəlinlər, sevin qaynananızı, dünyaya gətirib o yarınızı. Ay gəlinlər, sevin qaynananızı, dünyaya gətirib o yarınızı.